Avropa İttifaqı Vaşinqtondan tariflərin və rüsumların müzakirəsi üçün təcili görüş tələb edib. Bu barədə Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump sosial media hesabında yazıb. Onun sözlərinə görə Avropalılar Birləşmiş Ştatlarla danışıqları gecikdirirdilər. Ağ Evin başçısı xatırladıb ki, razılığa gəlmək mümkün olmasa və ya Birləşmiş Ştatlara qarşı ədalətsiz davranırlarsa, onun ticarət şərtlərini müəyyən etmək səlahiyyəti var. Avropa İttifaqından gətirilən məhsullara 50% tarif tətbiq etmək qərarımdan son dərəcə məmnun oldum, deyə Trump vurğulayıb. ABŞ lideri Avropa İttifaqının danışıqlara razılıq verməsini müsbət addım kimi qiymətləndirib. O, həm qurumun, həm də Çinin Birləşmiş Ştatlarla ticarət üçün bazarlarını açacaqlarına ümid etdiyini bildirib. Əgər bunu etsələr, hamı çox məmnun olacaq. Statın sonu. Xatırladaq ki, bir müddət öncə Trump Avropa İttifaqından idxal edilən mallara 50% tarif tətbiq edəcəyini açıqlayıb. 2 gün sonra isə qərarını təxirə salıb. Avropa Komissiyasının prezidenti Ursula von der Leyen isə bu təxiri sabitləşdirici və dialoqa açıq addım kimi qiymətləndirib. Qurum öz növbəsində cavab tədbirlərini 90 gün müddətinə dondurub. Bununla belə danışıqlar nəticə vermədiyi halda qarşı tədbirlərin yenidən gündəmə gələ biləcəyi istisna edilməyib. Qeyd edək ki, Trump tarif siyasətini ABŞ-nin Avropa və Çindən ədalətsiz rəftar görməsi ilə əlaqələndirib. Onlar Birləşmiş Ştatlar məhsullarına çoxlu məhdudiyyət qoyurlar. Lakin Amerika Birləşmiş Ştatları bazarını onlara açıq saxlayır. Ekspertlərin fikrincə, Ağ Ev rəhbəri tariflərdən təzyiq alət kimi istifadə edərək qarşı tərəfi ABŞ-nin maraqlarına uyğun razılaşmalara gətirməyə çalışır. Ruqiyyə Nəcəfli, Humay Cəfərova, Mira TV.